Hər kəsə salamlar. Bugün 5-ci Uşaq kitab sərgisində idim. Və bu Uşaq kitab sərgisi hər il Bakı İdman Sarayında keçirilir. Və biz də əlbəttə ki, bu sərgini də qaçırmadıq. İnsanlarda kitab oxuma vərdişi uşaqlıqdan formalaşmalıdır. Elə məhz buna görə də hər il nəşriyyatlar tərəfindən Uşaq kitab sərgisi təşkil olunur. Bu sərgidə kitablarla yanaşı müxtəlif master-klasslar da var idi və beləliklə burada uşaqlar müxtəlif əl işləri hazırlayırdılar. Bu kitab sərgisi Uşaq kitab sərgisi olduğundan demək olar ki, bütün nəşriyyatlarda yalnız uşaq kitabları mövcud idi. Əslində mənim qanun nəşriyyatından almaq istədiyim bir çox kitab olmasına baxmayaraq, burada istədiyim kitabları tapa bilmədim. Bəzən biz elə düşünürük ki, kitab oxumaq bir hobbidir. Yalnız insan boş zamanında kitab açıb vərəqləməlidir. Amma əslində elə deyil və bu tamamilə yanlış bir düşüncədir. Çünki kitab oxumaq boş vaxtı doldurmaq üçün edilən bir şey deyil. Əksinə insanın özünə vaxt ayırmasıdır. Məsələn, ən birincisi, kitab sənə fərqli insanların gözü ilə dünyaya baxmağı öyrədir. Və beləliklə kitablar bizi öz həyatımızdan kənara çıxmaq şansı verir. Kitab oxuyanda insan yüzlərlə fərqli insanın həyat təcrübəsini, onların buraxdığı səhvləri və həyatda verdikləri doğru qərarları görürlər. Və beləliklə kitab bir növ sənə həyatda tək bir pəncərədən yox, fərqli bucaqlardan baxmağı öyrədir. Dostlar, hər dəfə mənə kitab oxumağa hardan başlayım və kitab oxumaq mənə nə qazandıracaq deyə soruşurlar. Cavab əslində çox sadədir. Kitab oxumaq insana sadəcə bilik vermir, həm də fikirlərimizi daha rahat ifadə etməyə, insanları daha yaxşı anlamağa kömək eləyir. Hətta aparılan araşdırmalar göstərir ki, cəmi 6 dəqiqə kitab oxumaq stress səviyyəsini 68% azaldır. Bilirsiniz ki, kitab oxumaq həyatımızı necə dəyişir? Aşkar olunub ki, müntəzəm mütaliə edən insanların beyni daha yavaş qocalır. Diqqəti toplamaq qabiliyyəti isə qat-qat yüksək olur. Ən maraqlısı isə odur ki, bədii ədəbiyyat oxumaq insanlarda empatiyanı, yəni başqalarını anlamaq bacarığını artırır. Dostlar, hər kəs kitab oxuyun deyir. Amma niyəsinə gələndə günün bütün stressini unutmaq, sosial medianın beyni yoran axınından uzaqlaşmaq üçün kitabdan yaxşı sığınacaq yoxdur. Telefonu bir kənara qoyub kitab oxuyanda beyniniz resurslarını bərpa edir. Siz isə tam fərqli dünyalara səyahət edirsiniz. Qısası, hər gün oxuduğunuz bir neçə səhifə sizin düşüncə tərzinizi və dünyaya baxışınızı tamamilə yeniləyə bilər. Bu gördüyünüz Qədim Qala nəşriyyatıdır. Qədim Qala nəşriyyatı mənim ən sevdiyim nəşriyyatlardan biridir. Mən bu nəşriyyatın daimi oxucusuyam. Əsasən isə bu nəşriyyatdan Rövşən Abdulluoğlunun qələmindən olan kitabları əldə edirəm. Mən Rövşən Abdulluoğlunun demək olar ki, bütün kitab nəşrlərini oxumuşam. Və əlbəttə ki, ən sevdiyim yazıçılardan biridir. Elə həmçinin də burada Şöhrət müəllimlə də salamlaşdıq və onunla əlbəttə ki, şəkil çəkdirməyi də unutmadıq. Və onun tövsiyələri əsasında bir-iki kitab da əldə etdim. Mən demək olar ki, Rövşən Abdulluoğlunun bütün kitablarını oxumuşam. Lakin oxumadığım bir neçə kitabı qalmışdı ki, elə o 3 kitabı da bu səfər də əldə etdim. O 3 kitab da Çətin olsa da həyat davam eləyir, Reyslər üzərində uzanmış adam və Üsyan kitabıdır. Demək olar ki, bu 3 kitabdan sonra isə Rövşən Abdulluoğludan oxumadığım kitab qalmayacaq. Bütün stendlərdə uşaq kitabları olmasına baxmayaraq, bu Qədim Qala stendində Rövşən Abdulluoğlunun bütün kitablarını və başqa yazıçılardan da olan kitabları əldə etmək mümkündür. Bu gördüyünüz isə yeni nəşriyyat Dostum nəşriyyatıdır. Rövşən Abdulluoğlunun uşaqlar üçün yazdığı kitablar buradan çap olunur. Sağ olun!